Avropada türk dövlətləri haqqında müəyyən məlumatlarınız var. Amma mən bu dəfə elə bir türk dövləti haqqında danışacağam ki, o xəyanətin məhsuludur. Söhbət Bolqar xanının oğlu Alsekdən gedir. Belə ki, 631-ci ildə Avar xanına qarşı çıxan Alsek öz 9000 Bolqar və bir neçə min Avar ailəsi ilə bir yerdə Frankların tərəfinə keçmişdi. Lakin Frank hökmdarı Dagobert Avarlarla münaqişədən qorxaraq Alsekə qarşı çıxdı. Nəticədə o bu dəfə də Slavyanlara sığınası oldu. O zamanki dövrdə onların bir Samo dövləti var idi. Lakin Slavyanlarla da Bolqarlar arası, Avarlar arasında 658-ci ildə bir müharibə oldu. Və nəticədə Avarların hücumundan məğlubiyyətə uğrayan Alsek İtaliya Langobat kralından sığınacaq istədi. Və 661-ci ildə başının dəstəsi həm Bolqar, həm Avar ailələri ilə bir yerdə Langobat kralının əmri ilə İtaliyanın Benevento hersoqluğu ərazisinə köçürüldü. Və orada özünə balaca bir qalştatlıq yaradıldı. Həmin qalştatlıq 11-ci əsrə qədər davam elədi. Hətta müəlliflərin verdiyi məlumata görə 10-cu əsrdə belə Bolqarlar özlərinin türk dilində danışırdılar. Müasir arxeoloji qazıntılar hətta həmin qalştatlığın yerində onların paytaxt şəhəri olan Bolqar şəhərinin qalıqlarını tapıb ortaya çıxartmışdı.